xanım biraz balıq ətli olsa yaxşıdır. Gözəlliyimi itirmək istəmirəm. Biraz ağıllı ol. Qısqanılan insan olmuşam. Bu niyə belə olub? Mən deyib, Aynur xanım, biraz açıq geyinməzsiniz də. Bu cümləni bir dənə kəsək. Soyunanları nəzərdə tutursunuzsa. Yerim nəsə narahatdır, ay bacı. Sirkələməyə gəlmişəm də gündəmi. Bir neçə ildir ki, demək olar ki, nə efirlərdə görünürsən, nə seriallarda görünürsən. Hardasan? Belə söhbət yayıldı ki, Türkiyədə yaşamağa qərar vermisən. Yox, hələ ki öz vətənimizdəyəm, amma məlumatınız var yəqin ki, ana oldum. Allah arzusunda olan hər kəsə qismət eləsin inşallah. Yəni biraz o dönəmlərdə özüm kənarlaşdım ki, yəni həm uşağın qayğısı, həm o uşağın dünyaya gələnə qədər olan o mərhələdə istəmədim çox ortalıqda görünüm. O görüntüləri biraz ailəçi yaşansa daha yaxşı olar. Yəni təbii ki, dostlarım, iş kollektivim, yəni məni görürdülər, təmasda, münasibətdə olurduq, yəni günsiyyətdə olurduq, amma yəni çox belə efirə çıxmaq istəmədim. Yəni hər an şəxsi seçimi vardı. Adam var ki, gedir fotosessiya belə eləyir. Yəni mən o şəkildə istədim ki, rahat, sakit, ana olmağın belə deyim ki, gözəlliyini bəli, özüm tək yaşayım. Amma artıq qayıtmısan. Bəli, artıq qayıtmışam. Analıq məzuniyyətim sona çatıb. Böyük bir enerji ilə gəlirsən. Bəli, işimin başındayım artıq. Aynur, deməli, sən bir çox seriallarda çəkilmişsən, özü fərqli obrazların olub. Mənim şəxsən çox bəyəndiyim səndə olan səmimiyyətdir. Yəni, həyatda necəsən, elə də seriallara çəkilirsən və bəlkə də ona görə daha çox sevilirsən. Yəni, bu seriallarla necədir vəziyyət? Seriallarla dəvətlər gəlirdi. Yəni demək olar ki, bir neçə ayda ana olmuşdum, yeni bir təklif aldım, amma qəbul eləmədim təəssüf ki, çünki vəziyyət ona uyğun deyildi. Amma indi yeni bir proyektdəyəm, inşallah yaxın zamanlarda yayımlanacaq. Gözəl bir serial gəlir, ATV kanalında yayımlanacaq. Davam eləyirik. Artıq ana Aynur, müəyyən şərtlər olurmu ki, məsələn, bu cür obrazlara çəkilmərəm, yaxud qadağalar falan həyat yoldaşın tərəfindən olurmu? Yox, yəni belə xüsusi, heç mən də o qadağıya gətirib çatdıracaq insan deyiləm xarakter olaraq. Ona görə də yəni elə bir şeylə qarşılaşmıram hələ ki. Amma düşünürəm ki, nəsə onun xoşuna gəlməyən bir şeylər olsa, əlbəttə ki, mənə xəbərdarlığını eləyər ki, yəni mən bunu bəyənmədim. Nə mən xarakter olaraq o insan deyiləm, nə o anlayışsız insan deyil. Məni bu sənətdə sevib, seçib, bəyənib zaten. Ona görə də yəni hələ ki elə problemimiz yoxdur. Düşünürəm ki, olmaz inşallah. Analıq nəyi dəyişdi səndə? Məsələn, tərz olaraq, geyim olaraq, xarakter olaraq? Çox şey dəyişdi. Məsələn? Zaten uşaq xarakterli insan idim. Həmişə iş yoldaşlarım da mənə deyirdilər ki, yəni yığışdır bu xarakterini yaxşı mənada. Çünki biraz çılğınlığım var idi, biraz dəli doluydum, biraz çox kövrək idim. Kövrəliyim yenə də hələ də qalıb, onu aradan qaldıra bilmirəm. Amma ki, ana olmaq aşırı məsuliyyətli olmağa başlamışam və çox, yəni əvvəl titizliyim deyək ki 70% idisə, indi 100% tamamlayıb bu qədər, yəni hər şey bu olsun, o olsun. Niyə belə oldu? Arada mənə deyir ki, anam biraz yəni səbirli ol da, çox uşağın üstünə bu qədər əsmə, biraz onu rahat bura. Yəni qoy hər şeylə özü tanış olsun. Deyirəm, ay yox, mikrobdur, belə olar, elə olar. Yəni bu şeylər məndə məsələn dəyişib. Qarderobunda nələr dəyişdi? Qısa ətəklər, dekoltelər. Qısa ətəklər zaten ailə həyatı quranda, yəni yoldaşım məndən şərt kəsmişdi ki, yəni çox geyiminə müdaxilə eləməsəm də, amma qısa ətəyi yığışdırmalısan və mən də qəbul elədim. Yəni artıq uzun zamandır ki, xüsusi qısa, yəni ki geyinmirəm, dərəcəsində yəni çalışıram istifadə eləyim, amma belə də yəni xüsusi dekolte geyimlər isə demişəm ki, o yerə toxunma. Dərəcəsində geyinirəm zaten. Aşırı görsən ki, yox, bu o deyil. O indi məsələn bəzi
həddindən çox dekolte geyimlər var ki, alırlar, geyinirlər, hara necə gəldi, geyinəcəklərini bilməyən insanlar. Yəni onlardan deyiləm, özü də gözəl bilir. Yəni onu deyəcəkdim ki, bax bu günlərim gündəm deyəndə bəziləri elə bilir ki, ancaq gündəm soyunmaqdan ibarətdir. Efirə çıxıb məsələn başqasına söz atmaq, başqasının özəl həyatına burun soxmaq deməkdir. Məsələn, amma sən necə düşünürsən? Ümumiyyətlə geyimlə, məsələn baxırsan, izləyirsən ümumiyyətlə bu müddət ərzində olmadın. Kənardan izlədinmi efirlərimizi? Sonra verilişləri, məsələn, çıxıb danışan aktrisalarımız olsun, müğənnilərimiz olsun, nə daha çox səni qıcıqlandırdı? Yəni, bu vaxta qədər mənim belə çox zamanım olmayıb. Amma övladımdan öncəki vaxtlarımda da çox doluydum. Teatr fəaliyyətim, bilirsiniz, bir-birindən gözəl tamaşalar təhvil veririk. Ondan sonra mən xınayaxtı ilə məşğulam, illərdir ki, el şənliklərində. Yəni, özümü günlük həyatım o qədər dolu olub ki, bəzi o dırnaqarası şeylərə mənim ayıracaq vaxtım yoxdur. Qaldı ki, aşırı o çılpaq geyinənləri nəzərdə tutursunuzsa, onlara qarşı təbii ki, fikrim heç də yəni, müsbət ola bilməz. Çünki həyatda hər şeyin yeri var. Günlərin bir günü qısa bir şey danışım sizə. Bir məclisdə idim. Gördüm ki, ev sahibinin qaynanası mənə yaxınlaşıb, deyir ki, xanım, olar bir söz deyim? Dedim ki, bəli, buyurun, əlbəttə ki, olar. Bəs tanınmış bir müğənni dəvət eləmişdilər ora. Siz həmin müğənninin köməkçisinə deyə bilərsiniz, biz zəng eləyirik, götürmürlər. Bəs deyə bilərsiniz ki, biraz yəni, normal geyinib gəlsin. Çünki burada yəni, ziyalı ailələr əyləşib belə. Açığı məndə yəni ki, müdaxilə eləyəcək vəziyyətdə deyildim. Dedim, xanım, siz onu bərbaşından danışmalıydınız. Yəni, elə bəzi müğənnilər var ki, vəziyyəti ona gətirib çıxardırlar ki, ev sahibləri dili ilə onu tələb eləyirlər ki, qapalı geyinsin. Qapalı dediyimiz ondan gedmir ki, yəni necə deyim, rəsmi bir geyimdə gəlsin ora. Çadırada gəlsin. Hə, yəni o qapalı geyim onda deyil, yəni dərəcəsində geyinin. Gecə həyatında geyiniləcək hansısa bir geyimləri el şənliyinə daxil eləmək olmaz. Kimisə ailə məclisinə daxil eləmək olmaz. Yəni bu şeylərə fikir verməlidirlər, amma əfsuslar olsun ki, fikir vermirlər. Və bəzi verilişlərimiz var ki, verilişlərdə də, məsələn, məni verilişə dəvət eləyiblər, olub ki, verilişin prodüseri mənə deyib, Aynur xanım, biraz açıq geyinməsiz də. Mən demişəm, mən zaten açıq geyinən insan deyiləm. Geyinsəm də, yəni onun dərəcəsindən kənara çıxmaram. Amma, yəni, bunu mənə deməkdənsə, mənə zəng vurub deyirsiniz ki, açıq geyinməyin. Amma 2 gün sonra sizin efiriniz qarşıma çıxır, görürəm ki, hansısa bir açıq-saçıq geyinən müğənnini gətirib orada otuzdurmuşsunuz və yaxın planda da o qədər verirsiniz ki, onu. Tamaşaçılar xüsusi, yəni hər şeyinə diqqət yetirə bilir. Məsələ ondan gedir. Bildiniz nəyə demək istəyirəm? Yəni, nədən irəli gəlir? Ümumiyyətlə, açıq-saçıq, daha çox açıq-saçıq geyimlərlə gözə girmək, o cür görünmək. Səncə bu sənət olmayan yerdə bu açıq-saçıqlıq başlanır, yoxsa nədir? Bir şey deyim, bu yaxınlarda xalq artisti salamlayıram sizin vasitənizlə də Faiq Ağayevin qısa bir, yəni onunla bağlı fikirlərinə qulaq astım, şahid oldum. O deyir ki, bəzən bəzi xanımlar yəni efirə çıxırlar, amma yəni özlərini satılıq mal kimi göstərirlər. Bilmirəm, qarşınıza çıxdı, çıxmadı. Hə, mən yəni qulaq astım, mən həm utandım, həm təsdiqlədim onun dediyini. Çünki bu həqiqətdə o onu görür və deyir. Yəni bunu görüb deyə bilməyən o qədər insanlar var ki, afərin ona ki, o deyə bilir onu. Yəni düşünürsən ki, bugün yəni bəzi qadınlar, xanım sənətçilər efirə məhz ona görə çıxırlar. Bəli, ona görə çıxırlar deməyək, yəni biraz kobud danışmaq istəmirəm ünvanlarına. Nəticədə onlar da xanımdır, mən də xanımam. Yəni mən heç kəsin qürurunu incitmək istəmərəm. Hər kəs öz şəxsi həyatını yaşayır. Hər kəsin şəxsi həyatı, yəni öz çərçivəsində özünə xoşdur. Amma müəyyən şeylərə diqqət eləmək lazımdır ki, kənardan da o fikirlər insanlarda yaranmasın. Yəni o geyimlərində diqqət eləməlidirlər ki, kənardan baxıb deməsinlər ki, bu efirə hansısa bir səbəbdən çıxıb. Kimsə yəni həyatına daxil eləmək üçünmü və yaxud da ki, hansısa istedadı yoxdur, istedadı olmadığı halda belə geyinir ki, önə çıxsın. Yəni bu şeylər nə lazımdır ki?
üzərlərinə götürməsinlər məncə. Amma bu gün xanım müğənnilər var ki, açıq şəkildə efirə çıxıb öz şəxsi həyatları barədə, məsələn, həyat yoldaşım qeyri rəsmi nikahdan uşaq dünyaya gətirmişəm. Bunu açıq şəkildə etiraf edirlər, danışırlar və sanki bunu fəxr edirlərmiş kimi bu barədə danışırlar. Yəqin sənin də rastıma çıxıb. Bəli, rastıma çıxıb, o artıq onların öz seçimidir. Yəni öz qərarlarıdır, öz seçimidir. Əgər elədirsə belə onu ümumiyyətcə cəmiyyətə daxil eləmək sənin övladının gələcəyinə təsir eləyir. Məsələ bundan ibarətdir. Sən bugünkü gün reytinq naminə çıxıb deyə bilərsən onu ki, mən qanunsuz deyək ki də, yəni dövlət nigahı olmadan övlad dünyaya gətirmişəm. Sənin onsuz da seçimindir. Dövlət gəlib sənə deməyəcək ki, bunu niyə eləmsən? Çünki baxırlar ki, 30 yaşın var, 35 yaşın var və yaxud da ki, 40 yaşın var, yetkin bir insansan. Amma sən bunu deməklə övladının gələcəyinə, onun dostları arasında olan o hörmətinə, qazanacağı hörmətə təsir eləyirsən. Çünki uşaq evin güzgüsüdür deyirlər. Hər evində tərbiyə tərəfi bir başqa olur da. Yəni ki, hər ev eyni qaydada tərbiyə eləmir. Niyə kimsə gəlib sabahsı gün sənin övladına desin ki, yəni sənin atan heç bəlli deyil və yaxud da bəllidirsə bu şəkildədir. Nə ehtiyac var ki buna? Eyni zamanda müğənni kimi fəaliyyət göstərirsən, hiss eləyirsənmi sənə qarşı qısqanclıqlar müğənnilər tərəfindən, xanım müğənnilər tərəfindən olsun, istər bəy müğənnilər tərəfindən olsun? Bəy müğənnilər elə qısqanclıq eləmir heç vaxt. Bəli, amma xanım müğənnilər tərəfindən olur. Ümumiyyətcə mən hər zaman, yəni uşaqlığımdan bu belə olub. Heç bir şey eləməsəm də xüsusi, yəni ki, qısqanılan insan olmuşam. Bu niyə belə olub bilmirəm. Özlüyümdə də çox analiz eləməyə çalışmışam bunu. Niyə belə olub? Yəni səmimiyəm, vəfalıyam və heç vaxtı ortam vəziyyətdə özümü elə aparan insan deyiləm ki, məsələn, adam var içəri girər, qapını açıb, özünü elə aparar ki, yəni özünə asılı olmayaraq bir ixtiyar çönüb ona baxarsan. Onun hansısa bir lazımsız hərəkətlərinə, davranışına. Yəni mən elə insan deyiləm. Amma niyə həmişə qısqanılmışam? Çəkə bilməyiblər səni. Hə, niyə bilmirəm. Peki elə buradan yeri gəlmişkən üzüyü həmin adamlara tutasan, nə deyərdin bunlara? Kameramıza baxıb həmin adamlara. Nə deyə bilərəm ki, öz həyatınızla məşğul olun. Ömür qısadır, həyat qısadır. Sevdiklərinizlə maraqlanın. Onlara sevgi göstərin, sevgi ötürün. Mənlə nə işiniz var ki? Mən də başım salıb öz həyatımı yaşayıram. Bunu deyə bilərəm ancaq. Çünki nə desən də, yəni daxili dünyası insanın dəyişmir. Bax, o qısqanclığı nədə hiss eləmisən? Olubmu hansısa bir məclisdə? Məsələn, oxuduğun yerdə mi deyim, yaxud mikrofonu əlindən alıblar, yaxud da ki, yəni o qısqanclığın bir formasını harada görmüsən, necə görmüsən? Məsələn, mahnı oxuduğum yerdə mahnımı kəsdikləri olub ki, düşünüblər ki, kəsim mahnısını, yəni proqrama gəlib də yarım saatlıq proqramdır. Yarım saatlıq proqramlarda bilirsiniz ki, yəni bu fonoqram üstündə olur. Bəli, ev sahibi səndən canlı istəyərsə, mahnını yekunlaşdırıb canlı ifana keçid eləyirsən. Amma bu ev sahibinin dəstəyi ilə bağlı olan bir şeydir. Məsələn, fonoqramımı kəsiblər və mən çox rahat bir şəkildə, yəni musiqiçilərdən xahiş eləmişəm ki, canlı davam eləyək, nəsə texniki problem yarandı deyə. Yəni istəyiblər nəsə eləsinlər, eləyə bilməyiblər. Mən musiqi konservatoriyanı bitirməsəm də, vokal təhsili almışam İntiqam Kərimovdan, salamlayıram onu da. Yəni ki, kifayət qədər özümə görə bazam var və kimsə məni o tərəfdən bükə bilməz, belə deyim. Bəs həmin müğənnilərə reaksiyon necə olub? Üzlərinə vurmusanmı bunu? Yox, heç ona ehtiyac yoxdur. Sizin nəsə deməyinizlə utanmağa çalışan və yaxud da ki, utanmağı sənə güya utanmışmış kimi göstərən insan, yəni onsuz da o sənə lazım deyil. Nə ehtiyac var ki, getsin öz vicdanında, özü-özünə o sorğunu sual eləsin ki, mən niyə bu hərəkəti Aynura elədim və yaxud da ki, sizə elədim, digərinə elədim. Nə mənası var? Niyə elədi ki, niyə də mən onun üzünə vurum? Allahı bilsin, özü bilsin. Müğənni, aktrisa, harada özünü daha rahat hiss eləyirsən? Hər ikisi mənim üçün rahatdır. Mən bir şey qeyd edeyim, mən uşaq idim
Onda heç aktrisa olmaq, yəni ki, xəyalını qurmurdum, amma həmişə Nasbər xanımın mahnılarına qulaq asırdım, darağı götürürdüm ki, bu bütün qızların başına gəlib çox güman ki, anamın ayaqqabılarını geyinirdim, darağı götürürdüm, onun mahnılarını qoyurdum özüm üçün. Yəni güya mən oxuyurmuşam kimi oynayırdım belə. Oxuyurdum. Uşaqlığımdan yəni arzum idi ki, müğənni olum, amma qismət elə gətirdi ki, biraz böyüdüm və aktrisa olmağı seçdim. Amma sonra dedim, niyə də ürəyimdə qalsın ki? Yəni bu da var məndə. Qoy işıqlandırım. Aynur, dedin ki, müğənni kimi qısqanclıqlar olur. Yəni ki, həmkarlar tərəfindən. Bəs aktrisa kimi necə? Çəkənməyənlər çoxdur yoxsa? Mən çox belə xüsusi, yəni hər kəslə səmimi olan insan deyiləm. Mən insanları özümə yaxın buraxaram, onu tanıyaram və məsləhət bilərəmsə dostluq quraram. Hər kəsinə salamım, sağ olum, çox gözəl münasibətim var. Hər kəsə hörmətlə yanaşıram və hər kəsə mənə hörmətlə yanaşır. Mənim göstərdiyim hörmətə rağmen təbii ki. Amma o qısqanclıq dediyiniz pəncərədən baxmamışam. Belə qurum cümləmi ki, doğru olsun. Olanda olub, amma özümü görməzdən gəlmişəm. Çünki yəni onu artıq hiss eləyəndə ki, mən hiss eləsəm ki, siz məni qısqanırsınız, mən aqressiv davranacam. Yəni bu özümdən asılı deyil. Yəni məncə bütün qadınlar belədir. Hiss olunur ki, yəni biraz hərəkətlərin dəyişir. Fikirləşirsən ki, məni qısqandı, qoy belə eləyim, lap qıcıqlansın. Yəni biraz intrigaya girirsən də. Ona görə də heç o şeylərə yol verməmək üçün görüb görməzdən gəlmişəm çox halda. Ümumiyyətlə mübarizə aparmaq istəyirsən. Çox. Məsələn, görəndə ki, sənə kimsə badalaq vurmaq istəyir, kimsə səni belə deyim də torba tikmək istəyir, loru dildə desək və sən ona qarşı bir hərəkət eləyirsənmi? Yoxsa elə buraxırsan Allahın ötəsinə, bir də görsən ki, torbanın içindəsin. Yəni o torbanın içinə düşdüyüm vəziyyətlərdə olub. Yəni yalan danışmayacağam ki, deyim, heç vaxt mən həmişə yəni ana 100 ölçüb o bir biçmək deyirlər, 1000 biçmək deyirlər. Yəni elə olmayıb. Amma yəni məğlub olduğum dönəmlərimdə olub ki, elə bir vəziyyətə gətirib çıxardıblar ki, məni doğma bildiklərim, əziz bildiklərim. Görmüşəm ki, o deyil də, yəni məni aldadıblar. Bilərək bu şəraiti yaradıblar ki, mən məyus olum. Amma biraz da elə şeydən qidalanan insanam. Ruhlanırsın yəni. Bəli, əlbəttə ki, yəni incindiyim yerdən gül açaram. Yəni bu çox böyük bir fikirdir ya və fikir olaraq deyil, bu həqiqətdir. İncindiyim yerdən gül açaram və isbat eləyərəm ki, mən əqrəb bürcüyəm. Bunu qeyd eləyim. Və mən isbat eləyərəm ki, bu həmişə də belə olub. Sən məni əzməyə çalışmısan bəlkə də öz dünyanda, öz aləmində. Amma ki, bu mümkün deyil də, mənim əzizim. Yəni sənin qarşındakı mənəm, Aynur Naz. Biraz ağıllı ol. Amma əqrəblər çox təhlükəlidir. Deyirlər. Elə deyil ki. Yox, təhlükə hansı mənada? Yəni qisas hissi var onlarda, məsələn bilirəm, kinli olurlar, unutmurlar. Unutmuruq. Bir də ki, yəni əqrəbdən əqrəbə də dəyişir. Məncə bu ayına görə də fərq eləyir. Mən oktyabr əqrəbiyəm. Amma içimdə kini böyüdüb, kinli olum deyim ki, bu mənə bunu elədi, 3 il sonra da olsa Allaha həvalə eləmişəm və Allah gecə tez onun cavabını verib. Və mənə elə yerdən önümə gəlib çıxıb ki, mən daxilən rahat olmuşam. Çünki bilirdim ki, yəni Allah onun cavabını verəcək. Yəni düşüm o işin arxasına, vaxtımı, zamanımı sərf eləyim, əziyyət çəkim, əsəb, stres, nə ehtiyac var ki? Bir də ki, insan qəlbində mənfi şeyləri yığdıqca onun üzünə təsir eləyir. Yəni simasında hiss olunur. Çünki istərsəməz gərgin olursan, yəni niyə gözəlliyimi itirmək istəmirəm? Çox təvazökarsan. Yəni bu həqiqətdir də, mənim əzizim. Ana olandan sonra yəqin ki, çəki aldın. Bəli. Belə topuşsan, amma yaraşır sənə deyim ki. Amma bu gün baxırsan ki, hamı bədən şəkilləndirmə, nə bilim də, eyni forma, eyni bədən quruluşu. Yəni sən bunlara münasibətin necədir? Ümumiyyətlə plastik əməliyyatlara, estetik əməliyyatlara münasibətin necədir? Ümumiyyətlə etdirmisənmi, fikrin varmı? Yəni onu eləyən xanımlara baxanda nə düşünürsən? Hamı inkubator kimi bir-birinə bənzəyir. Bir-birinə çox bənzəyirlər. Artıq demək olar ki, 60-70% qadınlar baxırsan ki, eynidir. Yəni ki, dəri rəngləri var.
fərq olaraq, məsələn, biri ağ bənizdir, biri qara bənizdir, belə, bu şəkildə. Amma görünüş olaraq, bəli, artıq həm də ki, eyni həkimin yanına gedirlər, məsələ ondan gedir. Bəli, qaşlarını dartdırırlar, nə bilim, üzlərində xüsusi toxunuşlara, yəni qarşı deyiləm. Ehtiyac varsa olunmalıdır. Çünki qadın həmişə baxımlı olmalıdır, səliqəli olmalıdır, gözəl görünməlidir. Amma dərəcəsində. Həddindən artıq baxırsan ki, bunun ehtiyacı yoxdur, gedib qaşını çəkdirib. Amma ehtiyacı yox idi, axı nə gözəl idi bu. İndi daha da olub sərt, xüsusi belə acı bir siması var ki, adam baxıb bizə bilmirsən ki, bu sən gülür, yoxsa ki, əsəbləşib sənə. Məsələ odur. Eyni zamanda bədən quruluşu da həmçinin. Bəli. Xüsusi aşırı şəkilləndirmə eləyənlər var ki, heç qəşəng görünmür. Öz qərarlarıdır, yenə deyirəm, öz seçimlərdir. Amma mən istəyərdim ki, bizim xanımlar kənardan özlərinə baxa bilsinlər. Özlərinə baxa bilsinlər və görsünlər ki, özləri o şəkildə özlərindən zövq alırlarmı bir qadın kimi ki, mən cəmiyyətdə bu görüntü ilə çıxıb gəzirəm, dükana gedirəm, işə gedirəm, fərqi yoxdur. Yəni bizim sahəmizdən olmayan, incəsənətə tamamilə yad olan qadınlar var ki, baxırsan ki, salonda işləyir və yaxud da ki, idman müəllimidir, amma gedib şəkilləndirmə eləyib. Və həddindən artıq qabarıq bir şəkildə eləyib. Bu yaxşı görünmür. Kənardan da gülünc görünür. Yəni özləri də gözəlliklərini itirirlər. Olduqları kimi qalsa, bəli, mən kilo almışam. Mən genindən də, əzəlindən də çox belə arı xanım olmamışam da. Sən məni illərdir tanıyırsan. Yaraşırım. Hə, çox sağ ol. Həmişə özümə yaxşı məndə təsəllim olub ki, xanım biraz balıq ətli olsa yaxşıdır. Amma təbii ki, istəyərdim ki, belə lap düşünməsən 55 kiloya falan, amma o olmur da, mən də biraz yeyimciləm. Şirniyyatdan kənar qala bilmirəm. Həm də ondan da yanaşı, səmimi bir etiraf eləyim, mən özümü hər vəziyyətdə sevən insanam. İnan səmimiyyətimə. Olub ki, 88 kilo olmuşam. Baxın, yəni qulağa necə böyük gəlir 88 kilo. Amma mən 88 kiloda ürəyim gedib özüm üçün. Yəni, bəlkə də belə insan çox azdır, amma mən beləyəm. Demişəm, mən yenə də gözələm. Bunu yəni yalandan deməmişəm, özümə təsəlli babında. Həqiqətən də özümü gözəl görmüşəm. Hətta serialların birində də mən səni elə görmüşəm. Topuş çox da yaraşır. Bəli. Serialdan söz düşmüşkən, elə bir serialda da elə topuş vəziyyətdəydin, amma çox da səmimi almışdı obrazın. Yeri gəlmişkən, bax, hansı obrazlar sənin daha çox ürəyincədir? Məsələn, elə obrazlar var ki, məsələn, ifritə, çox bilmiş, ev yıxan, ara düzəldən, bax da, yəni mənfi obrazlar. Sənin ruhla daha yaxındır, yoxsa müsbət obrazlar? Mənfi obrazda oynamaq təbii ki, əgər sən xasiyyət olaraq, yəni biraz sakit xarakterlisənsə, sənin üçün çətin olacaq. Amma biz yəni peşəkar aktrisayıq, mənfini də, müsbəti də, hərəsinin özünə görə öz xarakterini ona geyindirib oynayırıq. Mənim üçün çətin mi olub mənfini oynamaq? Mənim üçün çətin olan yeganə bir şey olub ki, mənfi rollarda İndi hələ danışığımı daha sürətləndirmişəm. Yəni, bilməm, buna fikir verdiniz, vermədiniz. Bəlkə də son dönəmlərdə həyatımda sürətli nələrsə baş verib, ondan da irəli gələ bilər. Amma əvvəl daha çox belə astagəl idim, astagəl də danışırdım, aram-aram. O şey məndə həmişə çətinlik yaradıb içimdəki. Gəlmişəm, məsələn, hayasda oynayıram, deməliyəm ki, ay xala, gördün bu neynədir, mən başıma necə oyun açdı. Mən gəlmişəm, demişəm ki, xala, görsən bu neynədir, mən başıma necə oyun açdı. İzah eləyə bilirəm sizə. Yəni, o şeydə biraz çətinliyim olub, amma onu da artıq otuzdurmuşam zamanla öz üzərimə ki, Aynur, yerinə görə daha aram-aram deyil də tez-tez danışmalısan. İnşallah ki, səni həm sənət sahəsində, eyni zamanda da seriallarda, yeni tamaşalarda görəcəyik və çox xoş oldu səndən söhbət. Mənlə də izim. Necə təəssürat yarandı? Həmişə olduğu kimi sən çox maraqlı misalsən. Səndən də xoş oldu. Teşəkkür edirəm. Çox sağ ol dəvətinə görə. Sən illərin vəfalı, sadiq dostusan. Sənə təşəkkür edirəm. Bir də mən bir şey qeyd eləmək istəyirəm ki, sözüm yəni qadınlaradır. Təbii ki, özümü tutum qadınlara deyim. Özünüzü sevin, özünüzə dəyər verin. Və kim nə elədi, mən də eləyim. Bu dəbdir, bunu eləyirlər deyə nəyinsə arxasınca qaçmayın. Olduğunuz kimi olun. Əmin olun ki, elə olsa siz
ən çox sevilən, ən çox olmasa da, yəni sevilənlər sırasında birincilikdə dayanacaqsınız. Öpürəm sizi.